Zeynəb xanım xalqımızın sevimli insanıdır, böyük şəxsiyyətdir, böyük sənətkardır, böyük ictimai xadimdir və Azərbaycanda elə adam tapılmaz ki, Zeynəb xanımı sevməsin. Bizim aləmimiz Zeynəb xanımla sıx bağlıdır. Xatırlayıram ki, atamın ən ağır günlərində, o vaxt ki, o vəzifədən çıxmışdı, pensiyadaydı, səhhətində problemlər var idi. Müəyyən mənada təcrid vəziyyətində idi. Zeynəb xanım bizə onun evinə baş çəkdi. Mən də oradaydım. Ona mənəvi dayaq oldu. Yəni, o vaxt atam üçün bu xüsusi əhəmiyyət daşıyırdı və əlbəttə ki, Zeynəb xanım da başa düşürdü ki, o vaxt Heydər Əliyev arzu olunmaz şəxs kimi qəbul olunurdu. Həm Sovet məkanında, əfsuslar olsun ki, o vaxtki Azərbaycan rəhbərliyi də ədalətsizliyə yol vermişdi. Zeynəb xanımın bu addımları, bu cəsarətli və vicdanlı addımları həmişə bizim ürəyimizdədir, bizim xatirəmizdədir.